Uyğun tərəfləri paralel və perpendikulyar bucaqlar bölməsi üzrə yeni test toplusunda verilmiş suala baxırıq. Sual belədir. A perpendikulyardır B, C perpendikulyardır D olarsa alfanın dərəcə ölçüsünü tapın. Şərtə görə A düz xətti ilə B düz xətti, C düz xətti ilə də D düz xətti bir-birinə perpendikulyardır. Onda belə çıxır ki, alfa və 7x üstəgəl 3y bucaqları bir-biri ilə uyğun tərəfləri perpendikulyar bucaqlardır. Üstəlik də bunlar uyğun tərəfləri perpendikulyar müxtəlif növlü bucaqlardır. Müxtəlif növlü bucaqlardır. Müxtəlif növlü bucaqlar olduğu üçün alfa ilə 7x üstəgəl 3y-in cəmi 180 dərəcə olmalıdır. Və digər tərəfdən də biz orada görürük ki, 13x çıxılsın 2y 90 dərəcə ilə qonşudur. Həmçinin 5x üstəgəl 2y də 90 dərəcə ilə qarşılıqlı bucaqdır. Və belə çıxır ki, 13x çıxaq 2y-in qonşu bucağı 90 dərəcədirsə, elə özü də 90 dərəcədir. 5x üstəgəl 2y isə 90 dərəcə ilə qarşılıqlı bucaq olduğu üçün elə onun özü də 90 dərəcədir. Sistem tənlikdən 2y-lər gedəcəkdir. 18x bərabərdir 180-ə və x olacaqdır 10-a. X-i yerinə qoyub y tapmalıyıq. 13 vurulsun 10 çıxılsın 2y çıxılsın 2y bərabərdir 90-a. Buradan 2y bərabər 130 çıxılsın 90, yəni 40-a. Y bərabərdir 20-yə. İndi x-in və y-in qiymətlərini yuxarıda aldığımız bərabərlikdə qoyub 180 dərəcədən 7x-in 3y-in cəmləyib çıxmalıyıq. İndi bərabər yazaq, birbaşa hesablayaq da. 180 çıxaq 7x üstəgəl 3y. 180 çıxılsın 7-ni vuracaq 10-a, 3-ü də vururuq 20-yə. Bərabərdir 180 çıxılsın 70 ilə də 60 toplasaq 130, 180-ə 130 çıxanda cavabda alırıq 50 dərəcə.